Qrup yoxsa fərdi ingilis dili dərsləri hansı daha effektivdir? Hər iki dərs formatının özünəməxsus üstünlükləri var. Gəlin bunlara birlikdə baxaq. Qrup dərsləri zamanı siz digər tələbələrlə danışaraq öyrənirsiniz. Bu dil öyrənmə prosesinin daha sürətli formada həyata keçməsinə kömək edir. Çünki hər dərs qarşılıqlı ünsiyyətli olaraq öyrənirsiniz. Fərdi dərslərin də özünəməxsus üstünlükləri var. Bu dərslər zamanı tələbələrə qarşı fərdi yanaşma daha rahat formada həyata keçə bilir. Müəllimlər sizin zəif tərəflərinizi müəyyənləşdirir, lazım olduqda dərslərin gedişatında, proqramda müvafiq dəyişikliklər etmiş ola bilir. Beləliklə, qrup yoxsa fərdi dərslərin effektiv olması sizin öyrənmə məqsədinizdən asılı olaraq dəyişə bilir. Əgər siz digər şəxslərlə ünsiyyətli olaraq daha rahat öyrənə biləcəyinizi düşünürsünüzsə, qrup dərslərini seçməlisiniz. Yox, müəllimin dərs gedişatında sizə daha çox zaman ayırmasını, proqramda sizə qarşı fərdi yanaşmanı daha çox istəyirsinizsə, fərdi dərslər sizin üçün daha effektiv ola bilər. Bəs sizcə fərdi yoxsa qrup dərsləri daha effektivdir? Fikirlərinizi rəy bölməsində bizimlə bölüşün.